düzgün qidadan başlayır. Çəki itirmək üçün GLP-1-i artırmaq. Bitki əsaslı yemək qarşı ət əsaslı yemək. Vegetarian pəhrizlər çəki azaltmaq baxımından ciddi faydalar verə bilər. Bəs iştahanı azaldan GLP-1 hormonu bununla əlaqəli ola bilərmi? Gəlin eyni kalori miqdarına malik bir ətli yeməklə bitki əsaslı yeməyin GLP-1-i artırma təsirini və ümumilikdə həzm sistemi hormonlarına təsirini müqayisə edək. Biz bilirik ki, ətin, xüsusən emal olmuş ətin qəbulu diabet üçün qidalanma risk faktordur. Ət qəbulu insulin həssaslığını zəiflədir və oksidləşdirici stresi artırır. Amma yeməkdən sonra ifraz olunan bağırsaq hormonlarına, məsələn GLP-1-ə təsiri aydın deyildi. Bəs nə olur? Diabeti olan və ya olmayan insanlar pendirli donuz burgeri ilə, kuskus və yulafdan hazırlanmış bitki əsaslı burgeri yeyəndə, diabeti olanlarda bitki əsaslı burger yeyildikdən yarım saat sonra GLP-1 səviyyəsi ət burgeri ilə müqayisədə 2 dəfə artmışdı. Amma iki yeməyi müqayisə etsək, hərçənd kalorilər eyni idi, makronutrient tərkibi eyni deyildi. Ətli yeməkdə daha çox zülal və yağ, daha az karbohidrat var idi. Müxtəlif makronutrientlər GLP-1-ə fərqli təsir edə bildiyi üçün, GLP-1 ifrazındakı fərq daha çox ətin özündən yox, makrolardakı fərqdən qaynaqlana bilərdi. Yaxşı, bəs makronutrient tərkibi uyğunlaşdırılmış tofu burgeri istifadə etsək necə? Diabeti olanlarda vegetarian yeməkdən sonra GLP-1 ifrazı ətli yeməklə müqayisədə yenə də xeyli daha çox artmışdı. Əvvəlki tədqiqatda olduğu kimi. Amma xatırlayırsınızsa, əvvəlki tədqiqatda vegetarian yemək yalnız diabeti olanlarda GLP-1-i artırır kimi görünürdü. Bu, makro uyğunsuzluğuna görə idimi? Bunu bilmək üçün yalnız bir yol var. Randomizə olunmuş crossover tədqiqatda eyni kalorili və eyni makronutrientli iki yemək sınardan keçirildi. Eyni tofu burgerli vegan yemək və adi ətli burger. Ətli yeməklə müqayisədə vegan yemək diabeti olanlarda GLP-1 səviyyəsini 42% artırdı və diabeti olmayanlarda da GLP-1-i artırmaq baxımından demək olar eyni dərəcədə təsirli oldu. Bəs bu həqiqətən toxluq hissini artırırmı? Bəli. Bitki əsaslı yemək, enerji və makronutrient baxımından eyni olan emal olunmuş ətli yeməklə müqayisədə ikinci tip diabetli, piylənməsi olan və sağlam kişilərdə həzm sistemi hormonlarını və toxluğu daha çox artırır. Vegan yeməkdən sonra bütün iştirakçılarda toxluq hissi ətli yeməklə müqayisədə daha yüksək idi. Və toxluğu artırmaq, piylənmə və ikinci tip diabetin pəhrizlə müalicəsində əsas çətinliklərdən biridir. Buna görə bitki əsaslı yeməklər bu problemi həll etmək üçün effektiv strategiya ola bilər. Amma bu, həqiqətən daha az yeməyə səbəb olurmu? Tədqiqatçılar iştirakçılara istədiyin qədər ye tipli bufedə makaron yeməyi verdilər. Ya bitki əsaslı qiymə ətlə, ya da mal əti qiyməsi ilə. İştirakçılar bitki əsaslı ətlə verilən makaronu yeyəndə əhəmiyyətli dərəcədə daha az kalori qəbul etdilər. Amma daha az yemələrinə baxmayaraq, özlərini eyni dərəcədə razı, dolu və tox hiss edirdilər. Lakin bu, böyük ehtimalla GLP-1 təsiri deyildi. Çünki GLP-1-in az yeməyə səbəb olmasından daha çox, az yemək GLP-1-in daha aşağı olmasına səbəb olurdu. Əgər korn kimi ət əvəzedicilərində istifadə olunan mikoproteinin təsirlərinə baxsaq, hansı ki, bitki aləmindən yox, göbələk aləmindən gəlir. Mikoprotein təkcə bufet yeməyində kalori qəbulunu azaltmır, həm də sonraki iştahanı elə azaldır ki, gün ərzində ümumi qəbul da azalır. Tədqiqatçılar bunu toyuq yeməklə müqayisə edəndə gördülər ki, mikoprotein yeməyində qəbul olunan kalori əhəmiyyətli dərəcədə azalmışdı və bu azalma günün sonraki hissəsində kompensasiya olunmurdu. Nəticədə bütün gün üzrə orta hesabla 188 kalori azalma baş verirdi. Üstəlik bu, GLP-1-i dəyişmədən baş vermişdi. Deməli, bitki əsaslı yeməklərin daha çox tox tutmasının və ya tam qidalara əsaslanan bitki əsaslı pəhrizlərin digər pəhrizlərdən daha çox çəki itkisi verməsinin səbəbi mütləq GLP-1 olmaya bilər. Bəlkə səbəb odur ki, bitki əsaslı pəhrizlər bağırsaq mikrobiomasını yaxşılaşdırır, insulin həssaslığını artırır, maddələr mübadiləsini yaxşılaşdırır və kalori sıxlığını azaldır. Təkcə qida lifi belə mikrobiomanı yaxşılaşdıra və kalori sıxlığını azalda bilər.
Həmçinin bəzi lif növləri GLP-1-i də artıra bilər. Növbəti videoda bunu izah edəcəm.